Sizə elə bir bulka resepti verəcəm ki, günlərlə qalsa belə boyatlanmayacaq. Pambıq kimi yumşaq alınacaq. Bişirərkən qoxusu bütün evi bürüyən bu ləzzətli bulkaları birlikdə hazırlayaq. Qaba 1 stəkan yarım ilıq su, 1 stəkan ilıq süd, 1 stəkan şəkər tozu, 1 xörək qaşığı quru maya, 1 ədəd yumurta, 2 xörək qaşığı duru yağ, 1 paket şəkərli vanilin, çay qaşığının ucunda duz əlavə edib qarışdırırıq. 7 stəkan yarım unu üzərinə əlavə edib yumşaq xəmir yoğururuq. Son olaraq 100 qram kərə yağını da əridib üzərinə əlavə edib təkrardan yoğururuq. Xəmir 2 qatı qabarana qədər mayalandırırıq. Mayalanan xəmiri maya qoxusu gəlməməsi üçün yaxşı yoğurub 2 bərabər kündəyə ayırırıq. Heç gözlətmədən kündələrdən birini videoda göründüyü halda yayaraq hissələrə ayırırıq. Mən içilik olaraq şokolad yağından istifadə etdim. Siz istəyə uyğun olaraq istənilən növ cem istifadə edə bilərsiniz və yaxud da heç bir şey istifadə etmədən sadə halda da hazırlaya bilərsiniz. Hazırladığımız bulkaları 40 dəqiqə daha soba listində mayalandırıb daha sonra üzərinə yumurta sarısı çəkərək əvvəlcədən isidilmiş 200 dərəcəli sobada bişiririk. Bu reseptlə hazırlanan bulkanın alınmama şansı yoxdur. Siz də mütləq hazırlayın və dadına baxın. Hazırlayan hər kəsə indidən nuş olsun. Hələlik!